Necə oldu bəs memarlıq sahəsini seçdiniz? İndiki Heydər Əliyev mərkəzi Zahadi tərəfindən dizayn olunmuş. Ona baxırdım və həmişə deyirdim ki, görəsən bu necə yaranır? Yəni sadəcə dizayn yox, memarlıq tərəfi də mənim üçün çox maraqlı idi və elə memarlığa gəlməyim də bu zamana təsadüf edir. Əgər bir binanı yenidən dizayn etmək şansınız olsa, bu hansı bina olardı? Çox istəyərdim ki, Bakıda mərkəzdə olan bəzi zavodlar var ki, onları belə yeni və dünyada məşhur olan bir otelə çevirmək. Süni intellektin memarlığa təsirini necə dəyərləndirirsiniz? Ola bilər ki, süni intellekt bizə texniki məsələləri kömək eləyə bilər. Məsələn, mərdivenin hündürlüyüdür ya da liftin enidir. Buna bizə kömək edə bilər. Amma orada dizayn prosesində insanın komfortunu nəzərə alan məncə biz memarlarıq. Hansı memarlıq üslubunu bəyənirsiniz? Mən nədənsə minimalizm üslubunu daha çox bəyənirəm. Könüllərin işini necə dəyərləndirirsiniz? Hər zaman kömək eləyirlər və bunu çox ürəkdən edirlər. Xoş gördük əziz izləyicilər. Könüllü sən verişi efirdədir. Aparıcı mənəm, Nuray. Bugün də maraqlı, faydalı və ilham verici bir vaxt keçirəcəyik. Amma əvvəlcə gənclərimiz üçün bir məlumatı paylaşmaq istərdim. Əgər 15-26 yaş aralığındasınızsa və könüllü olmaq istəyirsinizsə, bizə sosial media platformalarımız Asan Könülləri, Asan Volunteers, həmçinin portal asanvolunteers.az sayt vasitəsilə müraciət edə bilərsiniz. Bundan əlavə, layihə və ideyalarınızla bağlı təklif olarsa, onları info@asanvolunteers.az elektron ünvanına göndərməyinizi tövsiyə edirik. Bugün studiyamızda yaradıcılığı və peşəkarlığı ilə seçilən bir qonağımız var. O həm gənc, həm də uğurlu memar və dizaynerdir. Nigar Babayeva. Xoş gəlmisiniz Nigar xanım. Necəsiz? Salam, xoş gördük. Siz necəsiz? Çox sağ olun, yaxşı olasınız. Nigar xanım, özünüzü tamaşaçılara necə təqdim edərdiniz? Mən Nigar Babayeva, gənc memar dizaynerəm. Hal-hazırda müraciətlərə əsasən insanlar üçün rahat, komfort, estetik məkanlar yaratmağa çalışıram. Çox gözəl. Necə oldu bəs memarlıq sahəsini seçdiniz? Əslində bu təsadüfi deyildi. Bizim ailədə çox rəssam, dizaynerlər mövcuddur. Uşaqlıqdan onların çevrəsində böyüdüyümə görə məndə ona qarşı bir maraq yarandı. Amma ən böyük maraq məktəb illərində, mən məktəbə gedəndə yol üzərində indiki Heydər Əliyev mərkəzi Zahadi tərəfindən dizayn olunmuş. Ona baxırdım və həmişə deyirdim ki, görəsən bu necə yaranır? Yəni sadəcə dizayn yox, memarlıq tərəfi də mənim üçün çox maraqlı idi və elə memarlığa gəlməyim də bu zamana təsadüf edir. Çox maraqlı hekayədir əslində. İndi verəcəyim sual könüllərimizin sualıdır. Ən böyük motivasiyanız, ilham mənbəyiniz hansısa memar yoxsa hansısa memarlıq nümunəsi olub? Bir yaxda qeyd etdiyim kimi, Bakı şəhəri öz memarlıq abidələri ilə məşhurdur. Mənim universitetə qeydiyyat etdiyim zaman çox gözəl abidələr yüksəlirdi. Bu Alov qüllələridir, Heydər Əliyev mərkəzidir və bunlar hamısı o zamana təsadüf etdiyinə görə bu mənim üçün böyük bir motivasiya oldu və mən də beləliklə memar olmağa qərar verdim. Eyvallah. Bu sualı da könüllərimizdən biri soruşur. Əgər bir binanı yenidən dizayn etmək şansınız olsa, bu hansı bina olardı? Mən ümumiyyətlə çox işə görə çox xarici səfərlərim olur və belə gördüyüm nümunələr var ki, köhnə zavodları yeni otellərə çevirirlər və bundan kommersiya məqsədi ilə istifadə edirlər və bu çox uzağa getməsək bizim qonşumuz Gürcüstanda da belə nümunələr çoxdur və çox istəyərdim ki, Bakıda mərkəzdə olan bəzi zavodlar var ki, onları belə yeni və dünyada məşhur olan bir otelə çevirmək. Çox maraqlı. Bəs sosial media səhifənizdə müştərilərlə işlədiyiniz paylaşımlarınızda mənim diqqətimi çəkdi. Bu prosesdə onlarla işləmək çətindir? Ümumiyyətlə, memarlığın ən böyük çətinliyi odur ki, mən birinci kursda oxuyanda bizə müəllimlər dedilər ki, unutmayın, həkimlərin səhvi yerin altında olur, memarların səhvi yerin üstündə olur. Ona görə o qədər diqqətli, o qədər vaxt ayırırıq ki, hər müştəri o yaşayanda bizi belə deyim də yaxşı mənada yad etsin və yaşadığı evdən zövq alsın. Ona görə də bir dizayn prosesi normalda bəziləri düşünür ki, bu 5 gün, 10 gündür. Xeyr, ən az 2 ay, 3 ay biz o insanın ailəsi ilə bir bütün hala gəlirik. Biz ondan hər şey necə, onlar yuxudan dururlar, uşaqları məktəbə gedirmi, necədir? Bunların hamısını araşdırıb ondan sonra dizayn prosesinə başlayırıq. Yəni bu qədər yaxından maraqlanırsınız onlarla? İnanın ki, hal-hazırda bir məsələn müştərim var. Onlar evlənəcəklər 19 aprel. Biz artıq evdəki paltarların sayı, gəlinin makyajlarının üslubu, hər şeyi bilirik. Çünki onlarla bərabər bu prosesə qərar veririk. Məsələn, çox maraqlı bir peşədir mənim fikrimcə. Bəs süni intellekt bilirsiniz ki, indi çox inkişaf edir və süni intellektin memarlığa
təsirini necə dəyərləndirirsiniz? Ümumiyyətlə süni intellekt hal-hazırda bizim həyatımızın hər yerində mövcuddur. Bəli. Yəni sadəcə memarlıqda yox. Mən günlük olaraq belə deyim də süni intellektdən çox istifadə edirəm. Amma bir şeyi unutmaq olmaz ki, memarlıq çox emosional bir peşədir. Yəni ola bilər ki, süni intellekt bizə texniki məsələləri kömək eləyə bilər. Məsələn, mərdivənin hündürlüyüdür ya da liftin enidir. Buna bizə kömək edə bilər. Amma orada dizayn prosesində insanın komfortunu nəzərə alan məncə biz memarlarıq. Yəni memarlara əvəz edə bilməz süni intellekt, başa Yəni, düşdüm bəli. Başa düşdüm, əla. Bəs hazırda üzərində işlədiyiniz layihə varmı? Aktiv davam edən layihələriniz? Əslində hazırda bir çox layihələrimiz var, amma mən bu gün sizə Almaniyada biz bir yaşayış binası dizayn edirik. Onun haqqında məlumat vermək istəyərəm. Niyə görə bizim müştərimiz məhz bizi seçdi? Mən özüm xaricdə təhsil almışam və dövlət yolu ilə təhsil almışam və mənim üçün tələbəlik illər hər zaman bir motivasiya dolu olub. Mən universitetdən xaricdə digər yerlərdə Erasmusda da oxumuşam və bunlar hamısı mənə çox gözəl tanışlıqlar yaradıb. Yəni mən asan xidmət, asan könüllərini buna görə də sevirəm ki, mən hər zaman yollarım kəsişib onlarla. Çünki bilik sadəcə universitetdə öyrənilmir və insan özünü kəşf etmək üçün, yeni şeylər öyrənmək üçün çoxlu insanlarla görüşməlidir və məncə bu könüllülər arasında çox gözəldir. Və mən təsadüfən Almaniyada bir tədbirdə olanda yenə bir könüllü kimi orada bir insanla tanış oldum və biz ondan uzun müddətdir belə collaboration edirik, hər zaman çalışırıq və dedi ki, mənim bir layihəm var, məncə səndə bu alınar, gəl bərabər bir dizayn edək və hal-hazırda biz onun üzərində işləyirik. Əla. Bəs memarlıq sahəsini seçmək istəyən gənclərə hal-hazırda nə tövsiyə edərdiniz? Onlar nə etsinlər? Ən böyük tövsiyəm budur ki, indi hal-hazırda memarlıq biraz populyar olan bir sənətdir. İnsanlar bəzən bunu maddiyyatına görə, bəzən populyar olduğuna görə seçirlər. Amma mən çox istəyərdim ki, həqiqətən bir insan bir şey bəyənirsə, fərqi yoxdur. Bu memarlıq da ola bilər, bu auditor da ola bilər, heç bir fərqi yoxdur. Əsas odur, özləri həqiqətən hiss etdiyi peşəni seçsinlər. Əgər memarlığı seçirlərsə, sadəcə universitetdə kifayətlənməyib, bütün aktivlərə qatılsınlar. Yəni universitetdən kənar olan, memarlıqla bağlı olan bütün könüllü fəaliyyətlərinə qatılsınlar və özlərini inkişaf etdirsinlər. Bəs hansı memarlıq üslubunu bəyənirsiniz? Belə deyim, bütün üslublar əslində gözəldir, hərənin öz zövqü var. Amma mən nədənsə minimalizm üslubunu daha çox bəyənirəm. Bunun ən böyük səbəbi odur ki, biraz təbiətim gərəyi çox sıxılan bir insanam. Ona görə ortamda maksimum dərəcədə sadə və rahat olmağı sevirəm. Buna görə də minimalizm üslubu deyir. Bəs insanlar hansı üsluba daha çox üstünlük verir? Əslində 2 il öncə bu sualı mənə versəydiniz, deyərdim ki, neoklassika və həqiqətən mən yeni gəlmişdim Bakıya, mənim üçün çox çətin idi bu. Amma hal-hazırda 90% hər kəs minimalizm, modern, çünki insanlar səyahət edir və dünyada artıq tendensiyaları görürlər və bizdən də bunu istəyirlər. Yox. Bəs son dəfə asan xidmətdə nə zaman olmusunuz və könüllərin işini necə dəyərləndirirsiniz? Mən əslində demək olar ki, həftədə 3 dəfə ən az asan xidmətdə oluram. Çünki özüm kiçik biznesim var və bildiyiniz kimi bütün ən rahat sənədləşmə asan xidmətdədir. Könüllərin işini çox gözəl dəyərləndirirəm. Həqiqətən hər zaman kömək eləyirlər və bunu çox ürəkdən edirlər və mən onlara uğurlar arzulayıram. Bu qədər. Nigar xanım, dəvətimizi qəbul etdiyiniz, gəldiyiniz üçün və dəyərli fikirlərinizi bölüşdüyünüz üçün təşəkkür edirik. Mən də sizə çox təşəkkür edirəm, mənə vaxt ayırdığınız üçün və fikirlərimi dinlədiyiniz üçün. Təşəkkür edirik. Bir daha xatırladım ki, qonağımız gənc və uğurlu memar və dizayner Nigar Babayeva idi. Unutmayın, hər bir böyük uğur kiçik bir addımla başlayır. Özünüzə inanın, çəkinməyin və daim inkişaf etməyə davam edin. Bax belə əziz izləyicilər, növbəti könüllü sən verişində görüşənədək.